Salam, hörmətli həmkarlar və hörmətli abituriyentlər. Növbəti videomuz üzvü kimyada. Deməli, bəzi üzvü maddələrdə karbonun oksidləşmə dərəcəsinin hesablama qaydasıdır. Bilirəm ki, çoxları burada əziyyət çəkir, ona görə buna uyğun olaraq ayrıca bir video izah çəkmək istədim. Deməli, burada nə edəcəyik müəllimlər? Ya molekula bütöv şəkildə baxa bilərsiniz, ya da ki, tək-tək nömrələmə aparıb, nömrələmə aparmaqla belə deyək də, elementlərin oksidləşmə dərəcəsini hesablaya bilərsiniz. Bu nə deməkdir? Məsəl üçün, deyək ki, bizə verib sirkə turşusu CH3COH. Deyir, sirkə turşuda birinci karbon oksidləşmə dərəcəsini tap. Siz bilirsiniz ki, burada nömrələmə karboksil qrupundan aparılacaq. Yəni, karboksil qrupu birinci karbondur, ikinci karbon CH3'dür. Karboksil qrupundakı karbon oksidləşmə dərəcəsini tapmaq üçün rahat yolumuz nədir? Ya bunu qısaldırıq, CHO2 şəklində yazırıq. O zaman nə edirik? CHO2 ümumiyyətlə üzv maddələrin içərisində həmişə, üzv maddələrdə oksigen həmişə, deməli, əgər oksigenli üzv birləşmədirsə, oksigen həmişə -2 oksidləşmə dərəcəsi göstərir. Hidrogen müsbət 1 göstərir. Karbon haqqında məlumatım yoxdur, X-dan işarə edirəm. Mənə deyir ki, gəl karbon oksidləşmə dərəcəsini hesabla. Necə ki, qeyri-üzv birləşmələrdə hesablama aparırdıq. Burada da həmən qaydadan istifadə edəcəyik. Karbon oksidləşmə dərəcəsi X-dir, indeksdə 1 var, X-i 1-ə vurduq. Üzərinə gəldik, hidrogenin oksidləşmə dərəcəsi müsbət 1-dir, indeksdə 1 var, üzərinə 1 gəldik. Daha sonra üzərinə gəlirik, -2-ni, oksigen indeksdəki 2-yə vururuq, -4. Bərabərləşdiririk 0-a. Növbəti halda x üstə gəlinsin 1 çıxılsın 4 bərabərdir 0-a. Daha sonra x çıxılsın deməli 3 bərabərdir 0-a, x də bərabərdir müsbət 3 oksidləşmə dərəcəsi. Deməli, birinci karbon oksidləşmə dərəcəsi müsbət 3-ə bərabərdir. Bəs ikinci karbon oksidləşmə dərəcəsini necə tapacağıq? Burada da yenə yazırsınız CH3, hidrogen zaten müsbət 1-dir, karbon x, yenə də x üstə gəlinsin 3 bərabərdir 0, x də bərabərdir -3-ə olacaq. Və tək-tək baxırsınız, yəni qruplara tək-tək baxmaq lazımdır. Və ya da sizə sual verir, deyir ki, məsəl üçün, sirkə turşusunda karbon oksidləşmə dərəcəsi nə qədərdir? Əgər belə ümumi sual verilərsə, sirkə turşusunda karbon oksidləşmə dərəcəsi neçəyə bərabərdir? Onda biz bunu qısaldaq. C2H4, çünki 2 karbon var, 4 hidrogen, 2 oksigen. O zaman oksigen -2, hidrogen müsbət 1, karbon x. 2x üstə gəl 4 çıxılsın 4 bərabərdir 0-a. 2x bərabərdir 0-a, çünki müsbət 4 -4 ixtisar gedəcək. X-imiz də yenə 0-a bərabərdir. Yəni, deməli, burada sirkə turşusunda karbonun oksidləşmə dərəcəsi neçədir deyə də 0, amma tək-tək karboksil qrupunun karbonu və ya da ki, ikinci karbonun karbonu hansı oksidləşmə dərəcəsini göstərir deyəndə karboksil qrupu üçün müsbət 3, metil qrupu üçün, metil olan üçün, metil radikalı üçün isə orada biz oksidləşmə dərəcəsinin -3 olduğunu müəyyənləşdirə bildik. Yəni, bax, bu şəkildə hesablamalar apara bilərik. Və ya da ki, məsəl üçün, gəlin bir başqasına baxaq, biraz fərqli cürə baxaq. Məsəl üçün, deyək ki, bizə verib CH3, CH, OH, C, 2 qatır artı oksigen H. Məsəl üçün, belə bir birləşmə verib, deyək ki, məsələn. Deyir, gəl burada, məsəl üçün, aldehid qrupundakı karbon oksidləşmə dərəcəsini tap. Məsələn, bu karbon oksidləşmə dərəcəsini hesablamaq istəyirəm. Yəni, ulduzladığım aldehid qrupundakı karbon oksidləşmə dərəcəsini. Burada yenə tək baxırsınız. Necə olacaq? CH-O-dur da. Çünki bir karbona bir hidrogen, bir oksigen birləşib. Yəni, oksigeni -2, hidrogeni müsbət 1, karbonu x qəbul edəcəksiniz. Daha sonra x üstə gəlsin 1, çıxılsın 2 bərabərdir 0, x çıxılsın 1 bərabərdir 0, x də bərabərdir müsbət 1-ə bərabər olacaq. Deməli, burada karbon müsbət 1-ə bərabər oldu. Növbəti halda ikinci karbon, deyək ki, bu karbondan söhbət gedir. Bəs bunu necə tapaq da? Burada CH kimi baxmayacaqsınız. Bu karbona CH-OH kimi baxacaqsınız. Çünki karbon-karbon arasında zaten elektron alış-verişi olmadığına görə karbon-karbon arasında münasibətə baxmırıq biz. Karbona tək baxırıq. CH-OH, yəni karbona nələr birləşib? H və OH qrupu. O zaman mən bunu CH-OH-ı yazaram CH2O şəklində. Oksigen -2, hidrogen müsbət 1, karbon x-dir. X üstə gəlsin 2, çıxılsın 2 bərabərdir 0, x bərabərdir 0. Deməli, ikinci karbon oksidləşmə dərəcəsi 0-a bərabərdir. Bəs üçüncü karbon oksidləşmə dərəcəsi neçəyə bərabərdir? Bu CH3-dən söhbət gedir. Burada birbaşa, məsəl üçün CH3 deyil. Zaten başqa elementlərlə onun birbaşa əlaqəsi yoxdur. Yalnız hidrogenlərlə əlaqəlidir. Hidrogen də elektronları karbona tərəf ötürdüyünə görə, elektron sıxlığını karbona tərəf ötürdüyünə görə, hidrogen burada qismən müsbət, karbon isə qismən mənfi yüklənəcək və 3 belə deyək də rabitə ilə hidrogen elektron sıxlığını karbona tərəf ötürdüyünə görə birbaşa hidrogenlərə müsbət 1, karbon da mənfi 3 deyə bilərsiniz. Və yaxud da yenə deyirəm, bayaqki qayda ilə CH3 yazdınız, hidrogen müsbət 1, karbon x. X üstə gəlsin 3 bərabərdir 0, x bərabərdir -3 qəbul edə bilərsiniz. Bu şəkildə. Bu şəkildə hesablamalar apara bilərsiniz. Bir dənə sizi narahat edəcək nüans nədən ibarət ola bilər? Sadə efirlərdə və
Mürəkkəb efirlərdə oksigenə birləşmiş karbonun oksidləşmə dərəcəsini müəyyənləşdirmək. O bir qədər sizə qəlizlik yarada bilər. Ona görə onun haqqında biraz başqa, yəni ətraflı danışmaq istədim. Məsəl üçün, gəlin bir sadə efir və ya da ki, mürəkkəb efirə baxaq. Gəlin istəyirsiniz bir dənə mürəkkəb efir götürək. Məsəl üçün, CH3, məsəl üçün, C, 2 qat rabitə oksigen, O, CH2, CH3 deyək ki, bizə belə bir mürəkkəb efir veribdir. Deyir, burada gəl, məsəl üçün, bu ulduzladığım karbon oksidləşmə dərəcəsində bu rahatdır. Zaten bu özü CH3 ayrıca bir respublika kimi baxırıq. Məsələn, ayrı bir, belə deyək də, onlardan digərlərinə əlaqəsi yoxdur. CH3 yazdıq. Yenə də hidrogen müsbət bir karbon X. Yenə də burada X də gəlsin 3 bərabər də 0. Zaten X-in mənfi 3 olduğunu buradan tapacaqsınız. Bu heç, bu mənfi 3 oldu. Bəs bu karboksil qrupundakı karbonil qrupu, daha doğrusu belə desə daha yaxşı olar, və ya da efir qrupu deyək, mürəkkəb efir qrupundakı karbonun oksidləşmə dərəcəsi neçəyə bərabər olacaq? Yəni bu ulduzladığım karbondan söhbət gedir. Burada artıq necə baxacaqsınız? Burada deməli belə deyək də, baxın bu şəkildə. Nə edəcəksiniz? Daha burada qısaldıb yazmaq bir qədər yəni düzgün olmayacaq. Qısaldıb yazmaq düzgün deyil burada. Yəni mürəkkəb efirdə sırf oksigenə birləşmiş karbonları qısaldıb yazmaq, bayaqki kimi yazmaq məqsədə uyğun deyil. Çünki onda cavabımız səhv alınacaq. Burada nə edəcəksiniz? Nəyə diqqət edəcəksiniz? Deməli, elementlərin elektromənfilik cərgəsini yadımıza salırıq. Fluor, oksigen, xlor, azot, yod, kükürt, karbon, deməli, belə deyək də, fosfor, hidrogen, bor, silisyum. Yəni, elektromənfilik cərgəsini yazdıq, düzdürmü? Burada göründüyü kimi oksigenlə karbonu müqayisə edəndə soldan sağa doğru getdikcə elektromənfilik get-gedə azalmağa başlayır. Oksigen elektromənfiliyi təbii ki, karbondan daha yüksəkdir. Ona görə də oksigen elektromənfiliyi yüksək olduğuna görə oksigen elektron sıxlığını özünə tərəf çəkir. Oksigen elektron sıxlığını karbondan özünə tərəf çəkir və burada siz diqqət edirsiniz ki, oksigen karbon arasında rabitələrə baxaq. Baxın, oksigen karbon arasında neçə rabitə var? 3 rabitə var. Deməli, 3 rabitə mövcuddursa, karbon 3 belə deyək də, rabitə ilə elektron sıxlığını oksigenə tərəf ötürür və 3 rabitə olduğuna görə, karbon elektron sıxlığını oksigenə tərəf ötürdüyünə görə müsbət 3 yüklənmiş olacaq. Bəs bu karbon, bəs buna baxaq, bunda necə olacaq? Bu karbona baxanda, bu karbona birbaşa birləşənlər nədir? Bax, bu karbona bir oksigen birləşib birbaşa, həmçinin 2 hidrogen birləşibdir. O zaman nəzər yetirsək burada, deməli, həmən karbon 2 rabitə vasitəsilə hidrogendən elektronları özünə tərəf çəkibdir. Baxın, lap bunu belə də yaza bilərik. CH2, CH3-dür də, düzdürmü? Bu CH2-yə baxanda burada, çox üzrlə hesab edin, burada elektron sıxlığını hidrogendən özünə tərəf çəkib, əvvəlcə mənfi 2 yüklənibdir. Daha sonra isə buradan baxanda karbon, oksigen arasında bir rabitə mövcuddur və oksigen elektron sıxlığı daha çox olduğuna görə, elektromənfilik yüksək olduğuna görə elektron sıxlığı karbonun oksigenə tərəf ötürüləcək və bu zaman bir xətlə karbon elektronları ötürəcək oksigenə tərəf və bir xətlə, yəni bir elektron vermək deməkdir. Bayaqlar ikisini alıb mənfi 2 yükləmişdim, birini verib müsbət 1 yüklənəcək, mənfi 2 üstə gəl müsbət 1 kompensasiya olunub mənfi 1 verəcək. Ona görə bax, buradakı karbon oksidləşmə dərəcəsini mənfi 1 qəbul edə bilərsiniz. Yenə deyirəm, ikisini hidrogendən aldı mənfi 2, birini oksigenə verdi müsbət 1, cəm mənfi 1 olacaq. Belə. Sonra sual versələr, bəs bu CH3 də zaten bayaq dediyimiz kimi yenə də mənfi 3 olacaq. Bax, bu karbona mənfi 3 deyəcəyik, digər karbona mənfi 1, oksigenlər zaten mənfi 2-dir. Digər karbon müsbət 3, o karbon da mənfi 3 olduğuna görə, indi gəlin hidrogenlər də müsbət 1 olduğuna görə, gəlin baxaq görə molekulda cəm oksidləşmə dərəcələrinin cəbri cəmi 0-a bərabər oldu mu? Baxın, birinci buradakı karbon mənfi 3 yüklənmişdir, hidrogenlər müsbət 1-dir, 3 hidrogen olduğuna görə onu müsbət 3 şəklində yazacağım. Növbəti karbon müsbət 3 yüklənmişdir, oksigenlər mənfi 2-dir, 2 dənə oksigen var, mənfi 2 şəklində yazdıq. Digər karbonumuzu mənfi 1 qeyd elədik, növbəti karbonumuzu biz mənfi 3 qeyd elədik. Hidrogenləri gəlin üzərinə gələk, burada 2 hidrogen, burada da 3 hidrogen, deməli müsbət 2, müsbət 3, ümumilikdə toplayanda bizə cəbri cəm 0 verməlidir. Gəlin görək, cəbri cəm həqiqətən 0 verirmi? Bunlar ixtisar getdi, qaldı 0. Daha sonra mənfi 3 ilə buradakı müsbət 3 yenə də 0 verdi. Daha sonra burada mənfi 2, mənfi 1, mənfi 3 eləyir. Buradakı müsbət 3 ilə bunlar da getdi. Burada mənfi 2 ilə buradakı müsbət 2 də kompensasiya olundu, həqiqətən 0 verdi. Yəni bu şəkildə ya dediyim kimi qısaldıb yazırsınız, ya da ki mürəkkəb efirlərdə, ya da ki məsələn azot birləşibdir, bəzən azotla da olanlar olur. Orada da diqqət edin ki,
elektron sıxlığına görə hərəkət edəcəksiniz. Yəni elektromənfiliyi yüksək olan elektron sıxlığını özünə tərəf çəkir, elektromənfiliyi az olan isə elektronları ötürür və bu zaman elektronları ötürən tərəf müsbət, elektronlar alan tərəf isə daha doğrusu mənfi yüklənəcək və bu da rabilələrə uyğun hesablanacaq. Bu da oldu mürəkkəb efirlərdə. Həmçinin sadə efirlərdə də bu qaydadan istifadə edə bilərsiniz. Məsəl üçün, deyək ki, dimetil efiri verilibdir. Ya da ki, dietil efiri verilib. Daha doğrusu, metil etil efirini yazaq da, dietil efiri yazmayaq, metil etil efiri yazaq. Məsəl üçün, buradakı karbona daha mənfi 3 deməyəcəksiniz. Niyə? Çünki bu 3 xətlə, 3 rabitə hidrogendən elektronları özünə tərəf çəkib. Mənfi 3 yüklənib, birini oksigenə tərəf ötürüb, müsbət 1 yüklənibdir. Kompensasiya olunub, bu karbon bizə nə verəcək? Mənfi 2 verəcək. Oksigenimiz zaten mənfi 2-dir. Deməli, növbəti karbona baxanda CH2 ikisini hidrogendən alıb mənfi 2 yüklənib, birini oksigenə ötürüb, müsbət 1 yüklənib, mənfi 2, müsbət 1 kompensasiya olunub mənfi 1 verəcək. Digər karbonumuz da mənfi 3 yüklənəcək. Ümumilikdə gəlin baxaq görək cəbri cəm 0 verdimi? CH3-dəki mənfi 2-dir. Hidrogenlər 3, 3, 6, ikisi də burada 8, müsbət 8. Növbəti oksigen mənfi 2 yüklənibdir, karbon da mənfi 3 yüklənibdir. Baxaq bir dənə görək. 3, 6, 7, 8, bəli, müsbət 8 hidrogen üçün yazdıq. Karbon üçün mənfi 2, digər karbon üçün, daha doğrusu digər karbon üçün mənfi 1 yazmalıyam. Üzrlə hesab elə mənfi 2 yazmışam deyəsən. Digər karbon üçün mənfi 3 yazdıq. Toplayanda bizə cəbri cəm 0 verməlidir. Oksigen də yazaq. Deməli, oksigenin də mənfi 2-sini qeyd eləyək. Onu qeyd eləməmişik deyəsən. Oksigenin də mənfi 2-sini qeyd eləsək, deməli, mənfi 2, müsbət 8. 3, 4, 5, 6, bəli. Bax, müsbət 8, bu müsbət 8-dir, digərlərində cəbri cəmi mənfi 8-dir. Baxın, mənfi 3, mənfi 3, mənfi 2, topladıq mənfi 8 elədi, müsbət 8, mənfi 8, həqiqətən cəbri cəmi bizə 0 verdi. Yəni, bu şəkildə hesablama apara bilərsiniz. İstəyirsiniz, gəlin birindən də baxaq, ona da yekunlaşdıraq. Məsəl üçün, deyək ki, bizə veribdir, məsələn, nə deyək? CH3, CH, CH3, CH3. Deyir ki, bax, bu ikinci karbon oksidaşma dərəcəsini tap. Buradakı həmin o ikinci karbon mənfi 1 oksidaşma dərəcəsi göstərəcək. Niyə? Çünki orada karbon, deməli, ancaq hidrogenlə birbaşa əlaqəlidir. Digər karbonlarla zaten elektron alış-verişi olmadığına görə karbona CH şəklində baxacaqsınız və hidrogendən bir xətdən elektron aldığına görə mənfi 1 yüklənmiş olacaq. Və yaxud da ki, məsəl üçün, benzol deyir ki, benzolda karbon oksidaşma dərəcəsi neçəyə bərabərdir? Hidrogen müsbət 1, karbon x. 6x də gəlsin, 6 bərabərdir 0, 6x mənfi 6-ya bərabərdir. X-imiz da bərabərdir mənfi 1-ə. Və yaxud da ki, bizə deyir, bəzən glikoza, C6H12O6 deyir, burada karbon oksidaşma dərəcəsini tap. Təkcə deyir karbon oksidaşma dərəcəsi. Konkret vurğulamır ki, hansı karbon oksidaşma dərəcəsi. Hansısa bir karbon oksidaşma dərəcəsini tap desə, təbii ki, orada biz glukozanı açıq şəkildə yazarıq, əgər alifatik formasını istəyirsə. Orada birinci karbon aldehid qrupu var, sonra davamında spirt qrupları və s. o şəkildə hesaplayarsınız. Amma belə ümumilikdə sorsa ki, glukozada karbon oksidaşma dərəcəsi neçəyə bərabərdir? Oksigen mənfi 2-dir, hidrogen müsbət 1, karbon x-dir. 6x də gəlsin, 12 çıxılsın, 12 bərabərdir 0. Buradan x-in birbaşa 0 olduğunu müəyyənləşdirə bilərsiniz. Yəni, bu şəkildə mən bəzilərini təbii ki, vuruladım. Əlbəttə ki, üzü kimya dəryadır, çoxlu elementlər var. Sadəcə olaraq mən qısa yolunu bəzilərini sizə izah etməyə çalışdım. Ümidvaram ki, sizin üçün faydalı oldu.